Biz bir dəfə Almaniyadaydıq. Bir dostumuz bir Almana sual verdi. Dedi ki, Hitler necə xatırlayırsınız? Hitlerə münasibətiniz necə üstündən bir 50-60 il keçib? Çox qəzəbli baxdı və cavab vermədən çəkib getdi. Çünki Alman insanı Hitlerə münasibəti çox mənfidir. Onun bir diktator və qatil olduğu üçün deyil, Almaniyanı uzdurduğu üçün. Eyni şey bu gün Rusiyada yaşanacaq. Rus insanı Putinə özünün biraz da dedim təkrar olmasın, sınmış qürurunun bərpaçısı kimi baxır. Əgər Putin o prosesi yerinə yetirə bilməsə müharibə, artıq Rus insanı tamamən sınmaması üçün Putinin hakimiyyətdən yola salmaq məcburiyyətinə qalacaq. Bunun başqa yolu yoxdur. Proses zaten ona doğru gedir. Bugün hələ də Putindən ümidini üzmürlər. Amma 2027-də qədər bu proses bu formada davam edəcəksə, Rusiyada ciddi bir nəticələr gözləmək olar. Çünki bir təsəvvür edin ki, 5 ildir Rus insanı uduzdurulur. Və təsəvvür edin, dünənə qədər Rusiyanın apardığı savaş əgər Moskvada Kremldə səs sazası eşidilmirdisə, Mahir bəy, aslında Kremldən səs sazası eşidilir. Bu çox ciddi bir məsələdir. Rusiya son bu 6 ay içərisində bu müharibədə nələr uduzdu? Sadəcə elə Ukraynanın apardığı bir dron əməliyyatı Rusiyanın savaş uçaqlarından bağlı. Rus insanın şuurunda, beynində hansı cizgiləri açıb, bunu kifayət qədər yaxşı bilir.